Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. CBC Sporta baxırsınız. Ay Həkim efirdədir. Studiyada Doktor Tutu Zeynalıvadır. Növbəti maraqlı qonağımızla sizin qarşınızdayıq. Bugün dəri xəstəliklərindən danışacağıq. Yadımdadır ki, biz dermatovenerologiya kafedrasına dərsə gedəndə o vaxt bir professor bizə leksiya oxuyurdu. Dedi ki, çox çətin bir sahəyə gəlmişsiniz. Dedik, niyə doktor? Dedi ki, gördüyünüz bütün xəstələrdə hər şey qırmızıdır və qaşınır. Gəlin də diaqnoz qoy ki, bu xəstəliyin səbəbi nədir? Doğrudan da diaqnoz qoymaq çox çətin olur və son illərdə də bəzi dəri xəstəlikləri artıb. Baxmayaraq ki, biz institutda oxuduğumuz vaxt, universitetdə oxuduğumuz vaxtda ədəbiyyatda bu xəstəlik daha az rast gəlinir deyərək üstündən keçdiksə də, bugün görürük ki, dermatovenerologiya sayəsində də nadir gördüyümüz, hesab etdiyimiz xəstəliklər artmağa başlayıb və bu xəstəliklərdən biri elə vitiligodur, psoriazdır və artıq bu xəstələrin sayı o qədər var ki, Azərbaycanda hətta vitiligo psoriaz mərkəzi də var. Elə bu səbəbdən də qonağımız vitiligo psoriaz mərkəzinin həkim dermatoveneroloqu Doktor Kənan Əhmədov studiyamızın qonağıdır. Xoş gəlmişsiniz. Salam, xoş gördük. Çox sağ olun dəvətinizə görə. Mən təşəkkür edirəm. Mən əslində bu problemi doğrudan da biz ədəbiyyatda universitet vaxtı oxuyanda biz eyni ildə bitirmişik universiteti. Biz əhalinin 1%-də rast gəlir kimi, hətta ondan da aşağı faiz idi deyə bu vitiligo problemin üstündən keçdi. O dərsi elə yalandan oxuduq, keçdi, getdi. Müalicəsi yoxdur deyə üstündən keçirdik. Müalicəsi yoxdur, bəli. Bugün tibb bu qədər inkişaf etmişkən, siz də bilirəm ki, tez-tez qatılırsınız xaricdə də bu konfranslara, ölkədə də ciddi işlər görmürsünüz bu vitiligonun müalicəsində. Vitiligo ümumiyyətlə niyə yaranır, niyə artıb bu qədər, xəstələrin sayı sanki çoxalıb? İlk öncə onu deyim ki, vitiligo xəstəliyi orqanizmdə, dəridə melanin pigmentinin çatışmazlığı ilə özünü göstərən dəri patologiyasıdır. Vitiligo əsasən keçici olmur. Əksər insanlar vitiligo xəstələri görəndə, insanları bir-birindən qarşılaşanda, görüşəndə, eləyəndə çəkinirlər ki, keçici olar, əl verib görüşmürlər və yaxud da bir masa arxasında əyləşmirlər və s. O barədə onu deyə bilərəm ki, qəti narahat olmasınlar. Vitiligo xəstəliyi keçici deyil, yoluxucu deyil. Daxili orqanlarda heç bir zərər yaratmır. Orqanizm bütün orqan və sistemləri qaydasında çalışır. Sadəcə kosmetik defektdən başqa bir qüsuru yoxdur. Amma yayılma tezliyinə gəldikdə isə əsasən bu yaş faktoru olaraq 6 yaşdan yuxarı uşaqlarda, böyüklərdə də istənilən yaş həddində yarana bilər. Qadın-kişi cinsi fərqi yoxdur və əsasən bu xəstəliyin müalicəsində əvvəllər deyirdilər ki, bəli, bu xəstəliyin müalicəsi yoxdur. Amma indiki artıq 2024-cü ilin sonlarına yaxınlaşırıq və biz də artıq bu mərkəzi 5 ildir artıqdır çalışırıq həmin mərkəzdə və yüzlərlə xəstəni öz dəri rəngini bərpa eləmişik və Remissiya əldə eləmişik və bizim aldığımız remissiya 6 aydan 1 ilə qədər labüd qalır. Amma o müddətdən artıq remissiya artıq xəstənin öz sinir sisteminə bağlıdır, qidalanmasına bağlıdır, həyat tərzinə bağlıdır. Məsələn, xəstələri ağır vitiligo xəstələri vəziyyətdən çıxardırıq, dərin rəngini bərpa eləyirik, amma bir müddətdən sonra həddən artıq keçirilmiş psixoemosional gərginlik və yaxud da günəş şüalanması və yaxud da xanımların indi getdiyi lazer və yaxud da solyari kimi prosedurlar vitiligonun təzədən qalxmağına təkan verə bilər. O baxımdan mən bütün xəstələrə, qadınlara, yəni xanımlara səslənmək istəyirəm ki, əgər vitiligolarını bilirlərsə və lazer və yaxud da solyari prosedurlarına gedirlərsə, mütləq şəkildə həmin o vitiligo olan nahiyələrə ümumiyyətlə lazer olması qadağandır və solyaridə isə ümumiyyətlə olmaz. Çünki solyari ümumiyyətlə məncə heç kimə olmaz. Solyari həm həddən artıq insolyasiyadır. Yəni biz normalda günəş şüalarından aldığımız o müsbəti solyaridə onun qat-qat artığının zərərini görürük. Baxmayaraq ki, dərimiz qaralır, amma onun gələcəkdə baş verən fəsadlarını biz indidən görə bilmirik. Əsasən də vitiligo xəstələrdə mütləq şəkildə günəş şüalarından qorunmağı tövsiyə edirəm. Yay gələndə, yay hələ başlanmamış, aprelin sonlarından oktyabr ayına qədər xəstələrə gündən qoruyucu
kremlərdən istifadə etməyi tövsiyə edirik. Vitiligo bəzən olur ki, ancaq əllərdə, ayaqlarda olur ki, rəngi dəyişir. Yəni əlin bu hissəsi ağ olur, bu hissəsi normal olur. Bəzən olur ki, bədəndə olur, bəzən olur ki, üzdə olur, göz ətrafında biz görürük ki, dərinin rəngi fərqlidir. Hətta belə çox vaxtda insanlar səhv salırlar. Deyir, hə, yəqin günəşdə qalmısan, ala düşüb bədəni və bu eyni şeydirmi, yoxsa? Orada diferensiyasiya eləmək lazımdır. Bir çox dəri xəstəlikləri ağ ləkə ilə özünü göstərir. Məsələn, ən çox yay fəslində göbələk xəstəlikləri aktivləşəndə, çünki tərləməyə bağlıdır bu, rütubəti sevdiklərinə görə. Alabəzək dəmirov deyirik, rəngbərək dəmirov göbələyin bir növüdür və orada dəri təzahürü eynən vitiligodakı kimi ağ rəngdə ləkələrlə özünü göstərir. Və yaxud da ki, başqa dəri xəstəlikləri var, hipopigmentasiya, məsəl üçün, orqanizmdə hər hansısa bir mikroelementin çatışmazlığı, yoxluğu, məsələn, bu mikroelementlərə aiddir, sinkdir, selendir, vitamin D-dir. Bu kimi mikroelementlərin çatışmazlığı da rəng qüsuruna gətirib çıxardır, yəni dəridə rəngin azalmağına gətirib çıxardır. Bununla əlaqədar onu demək istəyirəm ki, həm də bəzən uşaqlarda, yeni doğulmuşlarda 3 aylığından, 5 aylığından sonra ağ ləkələr peyda olur. Valideynlər narahat olurlar ki, birdən bu vitiligo olar deyə. Və mən də birincisi bu ləkənin gözlə görməyini həkimlər özləri də çaşa bilər. Yəni diferensiyasiya eləmək çox çətindir. Çoxsu bir-birinə oxşuyur. Vitiligoda depigmentasiya olur. Amma dediyiniz digər xəstəliklərdə hipopigmentasiya olur. Burada da əsas məsələ nədir? Biz diaqnozu qoyuruq vur lampası altında baxmaqla. Vur lampası altında baxıldıqda vitiligo olan nahiyələr düm ağappaq, süd rəngində, ağ rəngdə özünü göstərir və onların sərhədləri konkret seçilir. Digər patologiyalarda isə ağ rəngdə rəng görsənmir. Boz rəngdə bir hipopigmentasiya ocağı aşkar olunur və biz valideynlərə izah edirik ki, bundan narahat olmaq lazımdır. Bu ya hipopigmentasiyadır, ya anadan gəlmə nevusdur. Yəni anemik nevus deyirik olar, rəngsiz xal. Normalda biz alışmışıq xalların rəngini qəhvəyi rəngdə görməyə. Amma rəngsiz xallar da var ki, valideynlər yeni doğulmuş uşaqlarda o rəngsiz xalları ağ ləkə ilə səhv sala bilərlər. O da gələn kimi baxırıq, həm də daha çox nəsildə, gendə irsiyyətdə vitiligo olan ailələrdə bu daha çox qabarıq şəkildə görünəndə valideynlər daha çox narahat olurlar. Amma mən bütün baxdığım xəstələrdə vitiligo görməyəndə deyirəm ki, bu xaldır və yaxud da hipopigmentasiyadır. Sadəcə olaraq valideynlər sual verir ki, bəs bu niyə böyüyür, yayılır? İzah eləyirəm ki, bu uşaq da böyüyür, uşağın dərisinin də ölçüsü böyüyür, ona görə xalın da ölçüsü böyüyür. Yəni ki, burada hər gördüyümüz ağ ləkənin vitiligo kimi qəbul etmək lazım deyil. Aydındır. Kənan doktor, belə bir sual verim sizə. Vitiligo var deyə hansısa bir xəstəliyin yaranma ehtimalı çoxalırmı? Çünki vitiligo autoimmun xəstəlikdir. Məsələn, varmı ki, yanaşı bu xəstəlik də yarana bilər və yaxud adətən yanaşı gedir bu xəstəliklər? Vitiligo xəstələrdə biz rutin bir check-up müayinə var, protokol var, hansı ki, bütün vitiliqolu xəstələrdə biz bu müayinələri aparırıq. Birinci növbədə qalxan bənzər vəz yoxlanmalıdır. Yəni TSH mütləq şəkildə yüksək də ola bilər, aşağı da, normadan aşağı da ola bilər. Yəni əksər insanlarda Hashimoto tiroidit xəstəliyi var və biz müayinələrimizdə 100 xəstədən 30-unda, yəni 100 vitiliqolu xəstənin 30-unda qalxan bənzər vəzin bu və ya digər patologiyasını tapırıq. Tapan kimi də orada tək TSH deyil, başqa 4 cürə də hormon var. Onları da araşdırandan sonra dəqiq diaqnoz qoyulur və xəstə endokrinoloqa yönləndirilir. Və biz endokrinoloqla müştərək bu xəstələrin müalicəsini aparırıq və remissiyamızın da çox olmağının səbəbi əksər vaxtı qalxanbənzər vəzlə əlaqədar olur. Yəni qalxanbənzər vəzin TSH-ı biraz oynadısa yuxarı və yaxud da aşağı, həmən orada vitiliqolu ləkələrdə artış baş verir. Progres görürük. Bəli, bəli. Bundan əlavə qaraciyər yoxlanılır, vitamin D yoxlanılır, uşaqlarda ən çox qurd xəstəlikləri yoxlanılır. Və bunlar hamısı aşkarlandıqdan sonra az hallarda qaraciyərlə əlaqəsi var, amma müəyyən vaxtlarda indi ki bu zərərli vərdişlər çoxalıbdır, energetik içkilərin qəbulu çoxalıbdır. Adam var gündə 10 dənə, 15 dənə o energetik içkilərdən qəbul edir. Şəkər istehlakı ümumiyyətlə çoxalır, paketlənmiş qidalar. Qaraciyər sıradan çıxır. Qaraciyər sıradan çıxandan sonra
biz enzimləri yoxlayırıq, baxırıq ki, bəli, enzimlər nə qədər biokimyəvi analizdə yüksək çıxıbdır. Bəzən də xəstələr məsələn 20 ildir, 15 ildir vitiligosu var, amma heç vaxt həkim müraciət eləməyib, çünki buna beyninə oturub ki, bunun müalicəsi yoxdur, həkimə gedəcəm, deyəcək ki, get, barış. Amma mütləq şəkildə tövsiyə edirəm ki, heç olmasa həkimə müraciət eləsinlər, səbəbi araşdırılsın. Keçənlərdə bir xəstə gəlmişdi, bədənin 100%-i, demək olar ki, 90% ağarmışdı, bir dənə yanaqlarında biraz çillənmə qalmışdı öz dərisinin rəngindən. Müayinə elədik, TSH-i 28 çıxdı. Onunla belə göndərdim endokrinoloqa ki, heç olmasa vitiligo ilə başa düşdüm də, vitiligo ağarmışsan, tamam, razıyıq. Amma heç olmasa ki, TSH, çünki TSH-ın yüksək olması çox başqa digər hormonal disbalansa gətirib çıxardır, saç dökülməsinə gətirib çıxardır, dırnaqların zədələnməsinə gətirib çıxardır. Dəri quruluğu, mental sağlamlıq, diqqət əksikliyi. TSH vitiligo ilə əlaqədar deyil. Yəni vitiligon var, TSH-ım yuxarıdır, mən həkimə getməyim, qoy elə buna əlaqədardır, yox. Qadınlarda TSH-ın yüksək olması uşaqlıq boru yollarının xəstəliklərinə qədər aparıb çıxardır. Bundan əlavə, o dediyim o 80%, 90% ağıran xəstələrdə belə biz artıq müalicə yox, tərsinə müalicə edirik. Yəni ki, ağarma ilə qalan, öz dərisindən qalan rəngləri də ağardırıq ki, bir tonda görsənsin və ona psixoloji bir durum yaratmasın. Doktor, yuxu rejimi necə təsir edir vitiligoya? Məsələn, çünki stressdən danışırıq, yuxusuzluq özü də böyük bir stressdir. Hamımızın əlimizdə olan telefonlar, bu mavi işıq özü də böyük stressdir. Yəqin ki, bunlar da provokator rolunu oynayır. Burada yuxu rejimi bir mənalı şəkildə xəstələr əksəriyyəti deyir ki, biz yatmırıq. Niyə yatmırsınız? Yəni, başqa bir sosial şəbəkələrdə də telefonla oynamırlar. Əksəriyyət gecə növbəsində oyun oynayırlar. Amma yuxunun mütləq şəkildə, çünki yuxu rejimi pozulanda immunitet düşür aşağı. Bu da bilavasitə immunitetə bağlı bir patologiyadır. Autoimmun deyirik, bəli. Ona görə də mütləq şəkildə yuxu rejimi düzgün olunmalıdır. Məsələn, bayaq bir xəstə gəlmişdi ki, mən gündüz yatıram, axşam yatmıram. Axşam ancaq elə gəzirəm, evdə gəzirəm. Yəni, biz də onlara çalışırıq ki, düzdür, ilk dövrlərdə sakitləşdirici, yuxu gətirici və asıllıq yaratmayan dərmanlardan istifadə eləyərək çalışırıq ki, yuxu probleminə kömək eləyək, amma o dərmanların gücü çatmayanda artıq biz nevropatoloqa göndəririk ki, o daha güclü, daha effektiv preparatlardan istifadə eləsin. Elə bir dərman, ot yoxdur ki, sürtək onun üstünə, nə bilim, qoz yağı, qoz qabığı, nəyisə içinə qoyaq, biz sevirik, 40 gün qalsın qaranlıq yerdə, sonra sürt keçib gedəcək. Otdan, bitkidən nə var? Belə bir şeylər var, düzdür, ot bitki deyil. Zaten o qozun təzə çıxanda, yaşıl qozun qabığını sürtəndə dəriyə yod rəngi bir rəng verir. O da hər insanın dərisi də müxtəlifdir də. Ağ dərili var, yəni dəri növlərinə görə bizim Azərbaycanlıq xüsusiyyətimiz Fitzpatrick'in o cədvəlində 3-cü tipdir və 3-cü tipə heç cürə daha tünd qozun rəngi, yod rəngi uyğun gəlmir. Onun üçün xüsusi bir Viticolor adında bir krem var. O kremin qalıcılığı 7 gündür. Sadəcə olaraq o kremi xəstələr almamışdan öncə deyirəm gətirin. Mən özüm birinci rəng seçim sizə uyğun rəngi neçə dəfədən neçə qat vuracağıma görə təyin eləyim. Ondan sonra onlar özləri alırlar aptekdən. Alandan sonra qalın vururlar. Çünki həmən rəng eyni olmur da. Yəni 30 saniyə içində rəng əmələ gəlmir. Rəng tündləşməyə doğru gedir. Üst-üstə qat-qat vurduqca daha fərqli bir görüntü yaranır. Yəni ki, amma bu müalicə üsulu deyil, bu sadəcə defekti aradan qaldırır. O müalicə üsulu deyil, o sadəcə olaraq harasa bir tədbirə gedəndə, toya gedəndə, bayrama gedəndə, ad gününə gedəndə və yaxud da ən çox bu yeni gənclər evlənməmişdən qabaq da gələrlər, toydan qabağa gəlirlər, bir kamuflyaj eləyirik və o kamuflyajın yuyulma vaxtı 7 gündür. 7 günə o rəng qalmır. Yuyulur gedir. Və biz də onu deyirik ki, məsələn, 3 gün sonra sənin tədbirin varsa, elə gün vurmalısan ki, əvvəlcədən bilməlisən ki, 3 gün sonra həmin eyni rəngi alacaq. Yəni, həmən vurub getsə, daha da fərqli görüntü, daha tünd bir görüntü yaranacaq.
Bundan başqa da indi son dövrlərdə bir permanent kamuflyaj üsulu çıxıbdır. Bu permanent kamuflyaj nədir? Yəni hər adam TikTokda, Instagramda baxıb o kamuflyaj eləyənlərin yanına getməsin. Ona birinci həkim rəy verməlidir ki, sənə kamuflyaj olar olmaz. Çünki gedəcəklər, pullarını xərcləyəcəklər, olmuş olan yeri kamuflyaj eləyəcək həmin o permanent. Amma xəstəliyi həkim qərar verməlidir ki, biz vud lampası ilə baxanda xəstəliyin fazasını təyin edirik ki, xəstəlik hansı fazadadır? Remissiyadadır, yoxsa aktiv fazada. Aktiv fazadadır. Aktiv fazada olanda biraz da kamuflyajdan artacaq onun vitiligosu. Travmatikləşir Bəli, çünki ərazi. Vitiligoda Kebner fenomeni işə düşür. İstənilən yeri zədə versən, oradan vitiligo yaranacaq. Kamuflyaj eləyəndə də həmin o nahiyəni kamuflyaj eləyiriksə, xəstəlik dayanmayıbsa, kamuflyaj eləmək qəti qadağandır. Çünki o uyğun deyil. Onun protokolunda yazılıb ki, aktiv fazada, yayılan fazada olan xəstələrə kamuflyaj eləmək olmaz. Kamuflyajı o vaxt eləyirik ki, xəstəni müalicə eləyirik və yaxud da heç müalicə eləmirik. Xəstəlik yayılıb, gəlib burada durub. Buradan önə getmir. İl ərzində, 6 ay ərzində əgər yayılma yoxdursa, bəli, kamuflyaj eləmək olar. Kamuflyaj eləyəndə də bir dəfədən həmin rəng alınmır. Ən azı ayda bir dəfə və yaxud da ay yarımda bir dəfə kamuflyaj olunmalıdır ki, o kraska, hansı ki tatuda vurulan kraska, həm dərinin altında otursun, həm də ki, uzun müddət qalsın. Yəni, bir dəfə kamuflyaj eləməklə, ola bilər bir aydan sonra kamuflyaj yuyulsun, getsin. Həm o xəstəyə əziyyət olacaq. Çünki o iynə ilə bir-bir o rəngi o dərinin altından yedizdirir. Həm də maddi baxımdan, yəni o pulunu havaya uçurmuş kimi bir vəziyyət alınacaq. Aydındır. Kənan doktor, belə bir sual da vermək istəyirəm sizə. Vitiligolu xəstələrin peşə seçimi necə olmalıdır? Biz həm də indi CBC sportdayıq, stressdən danışdıqsa, idman özü də haradasa bir, əgər professional şəkildə məşğul oluruqsa, bu da bir stressdir, yarışa hazırlaşır, hər gün 4, 5, 6 saat məşq eləmək, bu da haradasa orqanizm biraz stressə salır. Həm idmançılara dair məsləhətlərinizi verin, yəni professional idman karyerasına məşğul ola bilərmi və yaxud məşğul olduğu zaman vitiligo olubsa davam edə bilərmi? Və ümumiyyətlə vitiligolu xəstələr hansı peşələri seçməsələr daha yaxşı olar? Varmı belə bir ayrıntılar? Vitiligolu xəstələrin əsasən idmanla məşğul olmağına heç bir qadağa, məhdudiyyət yoxdur. İstənilən idman növü ilə məşğul ola bilər. Sadəcə olaraq ən çox mənim indi pasiyentlərimin içində futbolistlərdir. Yəni futbol oynayanlar, qapıçılar var, müdafiəçilər var və yaxud da ki, başqa pozisiyada oynayanlar var. Onların əsas problemi nədir? Qapıçılarda ən çox ki, onlar topa gedəndə yıxılırlar, dəriləri sürtünür. Həmin yerdən vitiligo yaranması çoxalır. Bir də geyindikləri... Travmatizasiya bağlı olaraq. Bir də geyindikləri butçuların sürtünmə yerlərində vitiligo yarana bilər. Yəni ki, bu baxımdan mən həmişə onlara tövsiyə edirəm ki, elə eləyin ki, minimum sürtünmə ilə işinizi görəsiniz. Bəs günəş? Ki, açıq havada məşq eləyirlərsə saatlarla. Onun əlaqəsi yoxdur, nə barədə əlaqəsi yoxdur. İndi elə bir dövrdür ki, gündən qoruyucuların özünün belə suya davamlıları çıxıbdır. Yəni, gündən qoruyucunu vur, istəyirsən dənizə gir, istəyirsən baseynə gir. Yəni, yuyulmur. O baxımdan da bu futbol oynayanda və yaxud da başqa idman növündən də tərləmək məsələsi var axı. Və günün altında gündən qoruyucunu vurub istənilən 3 saat, yəni onların təsiri 3 saatdır. 3 saatda bir təzədən çəkmək lazımdır. 3 saatdan sonra tərlədi, tərləmədi, fərqi yoxdur. O gündən qoruyucunun üzündən yumalıdır. Üst-üstə yox. Üst-üstə yox. Yuyulmasa olmaz. O yuyulmalıdır, təzəsini çəkməlidir, yenə idmanına, məşqinə və yaxud da oyununa davam eləməlidir. Bəs vitiligolu xəstələr o günəş qoruyucu krem seçəndə o SPF-i neçə olanı seçməlidir? Onun fərqi var? SPF 100. 100. Minimum, yəni 50 bizim işimizə yaramır. 80-100 olmalıdır minimum. Qışda da? Yəni 90 dollar. Yox, qışda artıq 50-yə düşə bilərik. Qışda o qədər də günəşin tərkibində olan o infraqırmızılar gəlib çatmır bizə. Amma bizim ən çox risk ayımız may ayıdır, bir də iyun ayıdır. May-iyun. May-iyun ayları çünki günəş yer kürəsinə daha yaxın olur və onun zərərli təsiri daha aqressiv olur.
Aydındır. Bəs psoriaz haqqında istəyirəm biraz, nə qədər ki vaxtımız var, psoriaz haqqında da danışaq ki, müasir dermatologiyada bu xəstəliyin də müalicəsi varmı? Psoriazın, yenə də deyirəm, vitiligo ilə psoriaz əmioğludur, bəli. Çünki heç birinin bir dəfəlik müalicəsi yoxdur. Xəstələri sağaldırıq, o vəziyyətdən çıxardırıq, xeyli yaxşılaşma müşahidə olunur. Amma psoriazda biz müalicəsində ultrabənəfşəyi şüalardan istifadə edirik. Ultrabənəfşəyi şüaların da vitiligoda olduğu kimi ultrabənəfşəyi şüaların da yenə təsiri 6 ay, 1 il qalır, qalıcılığı, remissiya dövrü 6 ay, 1 ildir. Psoriazda da yenə stres faktoru və pəhriz faktoru əsas rol oynayır. Bağırsaq mikroflora xüsusilə bu səpkidə çox pəhriz çalışmalar. Rol oynamasa, məsələn, psoriazın indi çox dirəncli formaları var. Yəni xəstələr artıq ağır vəziyyətdə yanıma gələndə və bütün o metodları hamısını yoxlayanda hormonal dərmanlardan tutmuş, immuniteti salan dərmanlara qədər yoxlayırlar və çoxusunu da nəzarətsiz istifadə edirlər. Qonşum dedi, bunu vurdum, nə bilim, aptek bunu verdi, bunu elədim. Yəni bunlar bizim yaralı yerimizdir. Bunları yoxlayandan sonra ki artıq biz keçirik indi ən son çıxan bioloji dərmanlara, onları da yazmamışdan qabaq biz xəstəni sıfırdan yoxlayırıq. Yəni normalda adi dərman yazanda bir tək qaraciyəri və yaxud da qurtları yoxlayırıqsa, orada çoxdur analizlər, hepatitlərə qədər, vərəmə qədər yoxlanılır. Ondan sonra o dərmanlar təyin olunur. Yəni hamı baxır sosial şəbəkələrdə bu dərman kimsə ora yazır ki, mən bu dərmandan vurdum, sağaldım, bu iynəni vurdum, sağaldım. Bahalıdır, amma effektivdir. Sadəcə olaraq xəstələr məlumatsızdırlar. Yəni o iynəni həkim vurmalıdır, bir medsinstra vura bilməz. O dərəcədə yəni diqqətli olmaq. Ağır iynədir deyəmi biz detallı müayinə edirik ki, zədələyə bilər? Ağır iynə olmağı öz yerində o iynənin həll olunmasının belə əhəmiyyəti var. Yəni o adi bir nəsə bir toza qarışılan bir navakainlə və yaxud da həll edici ilə fizioloji məhlul deyil. Vurulan bir iynə deyil. Yəni onu temperaturu belə xaldingdə saxlanılmalıdır, sonra neçə dəqiqəsə isti mühitdə saxlanılmalıdır, sonra konkret yerlərə vurulmalıdır. O iynələr əzəliyə vurulmur. Yəni bu qədər nüanslı iynədir və bu iynələri vurduran bir müalicə neçə min manata başa gələn xəstələr var ki, bəli, imkanları var, iynəni vurdura bilirlər və s. Amma pəhrizini pozanda elə bir ki, o qədər sənin zəhmətin gedir hədərə. Yəni məndə pəhriz deyəndə nəyi nəzərdə tutursunuz? Nə olmaz psoriazlı xəstələrə yemək? Xəstələr gələndə məndə xüsusi bir siyahı var. Orada meyvələrin rəngini yazmışam, qidaların xarakterini yazmışam, nə olar, nə olmaz. Demirəm, onu tam heç kim əmək eləyə bilməz. Yəni kimə o siyahını göstərəm, deyir ki, mən acından ölərəm belə olsa. Amma xeyr, elə deyil də. Yəni hər kəsən öz qida rasionunda allergenləri özü seçib təyin eləyə bilər. Məsələn, mən bugün bir dilim apelsin yedim, mənə heç nə olmadı. Amma 2 litr kola içdim, məndə psoriaz qalxdı. Yəni bu dərəcədə xəstələr özləri öz qida rasionlarına diqqət etməlidir. Tənzimləyə bilərlər. Aydındır. Maraqlıdır. Və psoriazın rast gəlmə tezliyi vitiligodan fərqli olaraq qadın, kişi və yaş olaraq fərqi varmı? Psoriaz, belə deyim də, qadın, kişi fərqi yoxdur. Eyni yaranır hamıda. Psoriaz bildiyimiz kimi saçı zədələyir, dırnağı zədələyir, oynağı zədələyir, dərini zədələyir. 4 orqanı psoriaz zədələyir. Və psoriazın ən ağır forması artropatik formasıdır ki, oynaqları zədələyir və aparır 50-yə çıxardır. Yəni bu 50-yə aparıb çıxardan psoriazda xəstələrin özləri bir vasitə təkan verirlər. Çünki nəzarətsiz hormonal dərmanların vurulması, nəzarətsiz hormonal dərmanların qəbul olunması, nəzarətsiz hormonal kremlərin sürtülməsi nəticədə gətirib psoriazı ağırlaşdırır. Və o ağırlaşandan sonra da həkimlər artıq, mənim xəstələrim var ki, oynaq sümüyünün başının yeyilməsinə qədər gediblər və oynaq sümüyünün başı ikisi də dəyişibdir. Endoprotez olub. Bəli, o dərəcədə psoriaz, yəni zarafat olunmayası bir patologiyadır və psoriazla öz başına durub dərmanları həkim nəzarət, məsələn, məndə hallar olub ki, xəstəyə dərmanı yazmışam ki, həftədə bir dəfə 3 tabletka içərsən,
Bu hər gün 3 tabletka içib və toksikologiyadan qurtardı, yəni yaxşı qurtardı. Yəni o dərəcədə psoriazla vitiliqonu hardasa kosmetik defektinə nəyəsə kremləyib aradan qaldırmaq olur. Aradan qaldırmaq olur. Amma psoriazda mütləq həkim nəzarəti olmalıdır. Yaxşı, bir məsləhət alırlar, rayonda yaşayıram, uzaqda yaşayıram, gələ bilmirəm. Deyirəm, heç olmasa ərazi üzrə həkiminin yanına get. Yəni, həkimlə danışım, izah eləyim. Həkimlə danış, həkim isə izah eləyəcək ki, bu kremi bu qədər sürtmək olar, 5 gün sürtmək olar, 15 gün sürtmək olar. Və təqib. Bizim ən böyük problemlərimizdən biri də odur ki, vaxtında kontrollara getməyi. Həkim deyir ki, 2 həftədən sonra gəl, 1 aydan sonra gəl, baxım və salam, bu getdi. Balam, 6 aydan sonra, 1 ildən sonra yaddan düşür ki, mən həkimə gedəcəkdim, təzədən ağıraşana sonra. Çünki biraz simptomlar azalan kimi düşünürük ki, sağaldıq və salam, həkimə deyilən vaxtı getməmək olar. İndi mən ən son yayılan xəstəliklərdən biri də trixofidiya mikrosepariya, yəni ki, bu dərin göbələk xəstəlikləridir. İndi bütün çox yayılıbdır. Mən xəstəyə resept yazıram, deyirəm ki, bax 2 həftədən sonra səndə heç nə olmayacaq, ləkə qalacaq. Amma yanıma gəl, analizə göndərəcəm. Gəlmir, çünki yaxşıdır axı. Niyə gəlsin? Simptomlar azalır. Üstündən 1-2 həftədə keçir, yenə də o köhnə dərmanlardan, mazlardan bir təhər sürtür, idarə eləyir. Amma bir də ağırlaşanda deyir ki, bu getmişdi, bir də gəldi. Deyirəm, bəs mən sənə demişdim axı 2 həftədən sonra yanıma gəl. Yəni bizim birinci problemimiz yeridir. Təəssüf ki, budur. Təşəkkür edirəm sizə, doktor, ətraflı məlumat üçün və maraqlı söhbət üçün. Nəzərinizə çatdırım ki, vitiligo və psoriaz diaqnozlu pasientlərin çox yaxşı tanıdığı Vitiligo Psoriaz Mərkəzinin həkim dermatoveneroloqu doktor Kənan Əhmədov studiyamızın qonağı idi. Dostlar, bütün xəstəliklərin mən çox sevinirəm ki, Azərbaycanda da uğurlu müalicəsi mövcuddur və dünyada tətbiq olunan bütün müalicə metodları bugün ölkəmizdə də tətbiq olunur və xəstələrə şəfa verə bilirik. Bugünlük bu qədər. Sağlamlığınızı sağlam ikən qoruyun. Hələlik.